Avropada eyni məhsul və xidmətlərdən ibarət istehlak səbətinin qiyməti ölkələr arasında böyük fərqlər göstərib. Yenavaz.com Eurostata istinadən xəbər verir ki, hesablamalar Avropa İttifaqı ortalamasını 100 vahid kimi qəbul edən qiymət indeksi əsasında aparılıb. Məlumata görə Avropa İttifaqı daxilində ən yüksək qiymət səviyyəsi Lüksemburqda, ən aşağı isə Rumeniyada qeydə alınıb. Daha geniş Avropa miqyasında isə İslandiya ən bahalı, Şimali Makedoniya isə ən ucuz ölkə kimi önə çıxıb. İslandiyada qiymətlər Avropa İttifaqı ortalamasından 83,7%, İsveçrədə isə 81% daha yüksəkdir. Danimarka, İrlandiya, Norveç, İsveç və Finlandiyada yüksək qiymət səviyyəsinə görə ilk sıralardadır. Avropa İttifaqının böyük iqtisadiyyatları arasında Almaniya ortalamadan 9,1% baha, Fransa 6,4% baha, İtaliya isə bir qədər ucuz, İspaniya isə orta göstəricidən aşağı qiymət səviyyəsinə malikdir. Ən ucuz ölkələr sırasında isə Şimali Makedoniya, Türkiyə, Bosniya və Hersegovina, Rumeniya və Bolqarıstan yer alır. Bu ölkələrdə qiymətlər Avropa İttifaqı ortalamasından ən azı 40% aşağıdır. Mütəxəssislər qiymət fərqlərinə əsasən əmək haqqı səviyyəsi, məhsuldarlıq, vergi siyasəti və nəqliyyat xərcləri ilə izah edirlər. Eyni zamanda vurğulanır ki, yüksək qiymətlər avtomatik olaraq aşağı yaşayış səviyyəsi demək deyil. Çünki gəlir və alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Avropa ölkələrində qiymət səviyyəsi indeksləri bu şəkildə olub.